Hər vaxtınız xeyir olsun. Sizləri Dubaydakı 6 kvadrat metrlik kirayə evindən salamlayıram. Comment yes. Mənim adım Kəmaldır. Bu videoları çəkməkdə məqsədim həyatımı vloqlaşdırmaqdır. Hal-hazırda Dubayda yaşayıram. Satış meneceri olaraq çalışıram. 2 otelin satışına baxıram və belə satışla bağlı və şəxsi həyatımla bağlı, çətinliklərlə bağlı vlog paylaşıb sizləri məlumatlandırıram. Heç səsim çıxmır. Həyatınızda elə bir şey olubmu ki, məsələn, sizə onu çox adam deyir, tutaq ki, bunu belə eləmək lazımdır, bunu belə eləmək lazımdır, gərək buna belə yanaşasan. Amma bu danq eləmir də bura. Amma həyatınızın bir mərhələsində onu praktik olaraq yaşayırsınız və deyirsiniz ki, doğrudan mən bunu niyə eləyirəm ki? Çox nadir hallarda olur ki, bizim həyatımızı dəyişən və yaxud da bizim perspektivimizi dəyişən bəzi şeylər olur ki, çox nadir hallarda olar ki, biz o şeyi heç vaxt eşitməyik. Yəni mütləqdir ki, nə zamansa kimsə onu bizə deyib, amma ki, həmin o vaxt, həyatımızın həmin o mərhələsində biz sadəcə olaraq onu dərk etmək üçün həmin o yetişkinlikdə olmamışıq, yetişkinlik deyirlər, həmin o mental yetkinlikdir də onun da. O durumda olmamışıq, amma birdən-birə o vəziyyətə gəlib yetişirik, daha sonra o bizi həyatımızda kimsə yenidən o bizə deyir, ya biz onu praktik olaraq yaşayırıq və danq eləyir. Sözümü nəyə gətirirəm? Bugün, 2 gün bundan öncə, mən deməli, hal-hazırda həftə içi işləyirəm və həftə sonları evdə oluram da. İndi ailəm mənim yanımda deyil, ona görə də fikirləşdim ki, bir dəqiqə Kəmal, tanıdığı real estate brokerləri var, agentləri var və satışda Allah'a şükür gündəlik gördüyüm işdir, satışı bacarıram. Və dedim ki, həftə sonları əslində mən başqa şirkətlər üçün də işləyə bilərəm, extra income kimi, əlavə gəlir kimi. Rəhbərimə də hörmətim çoxdur. Getdim rəhbərimə dedim ki, bəs Rabia, mən başqa şirkətdə işləmək istəyirəm, 6 bazar. Sadəcə olaraq Dubayda qayda qanun buna icazə verir, otel buna icazə vermir, imzaladığım kontraktda əsasən. Gəlmişəm sənə, xahiş edirəm ki, mənə icazə verərsən yazılı şəkildə. Və oturduq, danışdıq. Sonda o nəticəyə gəldi ki, Rabia mənə dedi ki, Kəmal, belə bir diyalog heç vaxt olmayıb, yaxşı, gəl belə fikirləşək. Və qayıtdı dedi ki, yəni hara qaçırsan? Niyə tələsirsən? Mənim işə düzəlməyimin üstündən düz 21 gün keçib. 21 gün. Mən bugün elə hiss edirəm ki, mən 1 il 6 aydır ki, burada işləyirəm. Çünki hər gün o qədər qaçırım. Hər gün. Və bugün mənə o deyilənlər məndə danq elədi. Və mən gördüm ki, mən nə qədər işləyirəmsə işləyim, iş qutarmır. Nə qədər müştəri arxasıca qaçıramsa qaçır, müştəri qutarmır. İş qutarmır, e-maillər gəlir, zənglər gəlir, biznes gedir, çarx dönür. Mən qaçsam da dönür, qaçmasam da dönür. Və bugün qərar verdim ki, belə qaçmayacağam. Necə qaçmayacağam? Disiplinli formada, onsuz da həmin Kəmalam, işimi bilirəm, işləmə qaydamı da bilirəm. Normal şəkildə gedəcəm, amma özümü öldürməyəcəm. Çünki bu 20 gündür ilahi pərverdigarı elə işləyirəm ki, yəni manyak kimi də. Mənim o 20 gündə qoyduğum effortu burada işləyən insanların, yəni inanmıram ki, 6 ayda, 8 ayda o qədər enerji qoyublar. Dəhşət manyak kimi işlədim. Və bugün qərar verdim ki, mən artıq normal insan kimi işləyəcəm. Və mənim normalım da bunların yaxşısından da yaxşıdır. İlahi özümü nə qədər tərifləyirəm. Bugün də yaraşıqlı görsənməni istəyirəm. Neyse. Arada lazımdır. Sözümün canı, zarafat bir qırarı. Zarafat mənim yaxşı və yaraşıqlı olduğum tərəf zarafat deyil. Yerdə qalanlar zarafatdır. Sözümün canı ondan ibarətdir ki, özünüzü öldürməyin. İş qutarmayacaq heç vaxtı. Bugün onun fərqindəliyi yaşamışam və bugün mən digər günlərdən fərqli olaraq işdən vaxtında çıxmışam əslində. Yəni, kompüter vaxtında bağlamışam ki, əl dəyməyəcəm. Yaxşı bir şey oldu əslində. Sizə də tövsiyəm ondan ibarətdir ki, özünüzü öldürməyin. Eləyə biləcəyinizin ən yaxşısını iş saatlarınızın içərisinə sığışdırın. Yəni,
səhər 8-də və yaxud da 9-da gəldiniz, axşam 5-də və yaxud da 6-da qurtarırsınız. Həmin saat ərəfəsində potensialınızı qoyun ortalığa, ondan sonra heç nə eləməyin. Ondan sonra bay bay. Bay bay. Rəhbərim də mənə deyir ki, hara tələsirsən? Hara tələsirsən? Hara tələsirəm burada adamda? Neyse, bugün belə çox maraqlı bir gün yaşamışam. Dedim sizlə paylaşım və doğrudan da mənim üçün bir aydınlandığım bir gün oldu. Sizinlə də paylaşıram ki, bəlkə də mənim deməyim o qədər faydalı olmayacaq, amma həyatınızın bir nöqtəsində bunu duyacaqsınız. Mən tez hiss elədim və tez beynimdə onu otuzdurdum. Bu elə də ola bilərdi ki, mən sağlamlığımı itirə bilərdim, yuxusuzluq məsələləri axır. Onda da ayrıla bilərdim, amma ki, nə yaxşı ki, sağlam yolla ayrıldım. Sizə də sadəcə olaraq sağlam yolla ayrılmağı qismət olmasını arzu edirəm. Cümlələr mənim olsun. Öz-özü qoruyun, yorğunam, gedin biraz çay içəcəm və çöldə də gəzəcəm. Allah'a emanet olun. Çox sağ olun, videoya baxırsınız və mənə tək qoymursunuz. Videoya axıra qədər baxdınızsa, Kamal, axıra kimi baxdım yazmağınız kifayətdir. Hələlik.